Hello guys. Unit 11 How long have you been? 11-ci unit bu ifadənin nə olduğunu görəcəyik. Dan and Kate are married. Dan və Kate evlidirlər. They got married exactly 20 years ago. Onlar tam olaraq 20 il öncə evləndilər. So today is their 20th wedding anniversary. Beləcə bugün onların 20-ci evlilik il dönümüdür. They have been married for 20 years. Onları 20 ildir evləniblər. They are married. Onlar evlidirlər. How long have they been married? Nə qədərdir evlidirlər? They have been married for 20 years. Onlar 20 ildir evlidirlər. Evli olublar. Biz present perfect'i keçmişdə başlamış və indi də davam edən şeylər üçün, indi də həqiqi olan şeylər üçün istifadə edirik. Paul is in hospital. Paul xəstəxanadadır. He has been in hospital since Monday. O birinci gündən bəri xəstəxanada olub. We know each other very well. Biz bir-birimizi çox yaxşı tanıyırıq. We have known each other for a long time. Biz bir-birimizi uzun vaxtdır tanımışıq. Do they have a car? Onların maşını var. How long have they had their car? Nə qədərdir onların maşına sahib olublar? She's waiting for somebody. O birisini gözləyir. She hasn't been waiting very long. O çox uzun gözləməməkdədir. I have known, I have had, I have lived. Bunlar present perfect simple'dır. I have been learning, I have been waiting. Bunlar da present perfect continuous'dur ki, öncəki dərslərdə biz bunların necə düzəldiyini gördük. I've been learning English since January. Mən yanvardan bəri ingilis dilində öyrənməkdəyəm. It's been raining all morning. Tüm səhər yağış yağmaqdadır. Richard has been doing the same job for 20 years. Richard eyni işi 20 ildir etməkdədir. How long have you been driving? Nə qədərdir maşın sürməkdəsən? Since I was 17. 17 yaşımdan bəri. Bəzi feillər isə adətən perfect continuous'da istifadə olunmur. How long have you known Jane? Nə qədərdir Jane'i tanıyıbsan? I've had these shoes for ages. İllərdir bu ayaqqabılara sahibəm. Məndə var. Siz ya continuous'u ya da simple'ı ikisindən birini istədiyiniz istifadə edə bilərsiniz. Hər ikisi də bəzi cümlələrdə eyni mənaya gəlir. Julia has been living in this house for a long time. Julia uzun vaxtdır ki, artıq bu evdə yaşamaqdadır. Və ya Julia has lived in this house for a long time. How long have you been working here? Nə qədərdir burada işləməkdəsən? How long have you worked here? Nə qədər burada işləyibsən? I've always lived in the country. Mən hər zaman kənd tərəfdə yaşamışam, şəhər kənarında yaşamışam. Aşağıdakı birləşmələr isə ingiliscə çox istifadə olunur. I haven't seen Tom since Monday. Mən birinci gündən bəri Tomu görməmişəm. Sarah hasn't phoned for ages. Sarah illərdir zəng etməyib.